Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün müsahibə mərhələsinə hazırlaşacaq. Bütün ixtisas müəllimləri üçün növbəti dəstək izahımız olacaq. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda müsahibə hazırlaşan bütün ixtisas müəllimləri bizim müsahibədən Qızıl Qaydalar adlı vəsaitimizi əldə edə bilərsiniz. Rayonlara postla göndərmək mümkündür. Bakı şəhərində Koroğlu metrosuna çatdırılma var. Ətraflı məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq əlavə məlumat əldə edə bilərsiniz. Eyni zamanda da dərs qruplarımızdan da yararlana bilərsiniz. Dərslərimiz də canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra qrupa göndərilir. Ətraflı məlumat üçün 051 644 31 54 nömrəsinə yazmaqla əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, dərs zamanı iki şagird arasında mübahisə yaranır və sinifdə gərginlik artır. Siz eyni vaxtda həm dərsin gedişini pozmadan, həm də problemi həll etməlisiniz. Bu vəziyyətdə necə davranarsınız? İlk növbədə vəziyyəti sakit şəkildə nəzarət altına alaram, mübahisənin böyüməsinin qarşısını alaram və şagirdləri sakitləşmələri üçün qısa vaxt verirəm. Digər şagirdlərin isə diqqəti dərsə yönəldirəm, kiçik tapşırıqlar verirəm. Dərs tam dayanmaz. Daha sonra mübahisə edən şagirdləri ayrı-ayrılıqda dinləyərəm. Hər iki tərəfin fikrinə hörmətlə yanaşmaq lazımdır. Problemin səbəbini müəyyən etmək, qarşılıqlı hörmət və əməkdaşlıq, sinif qaydalarının hamısını şagirdlərin diqqətinə çatdıraram. Bu zaman düşünürəm ki, məsələni həll etmək olar. Eyni zamanda bu sırf dərs prosesində əsas məqsəd sinifdə sağlam psixoloji mühit yaratmaqdır və dərsin səmərəliliyini təmin etməkdir. Keçək digər suala. Deyir, dərs ortasında planlaşdırdığınız fəaliyyət uğursuz alınarsa və şagirdlər mövzunu başa düşməzsə, həmin anda hansı qərarla qəbul edərdiniz? Bunu uyğunsuzluq kimi deyil, təlim prosesində bir müəyyən hissəni qiymətləndirərəm. Təlim prosesinin bir hissəsi kimi qiymətləndirmək lazımdır bunu. Əvvəlcə şagirdlərin hansı məqamda çətinlik çəkdiyini müəyyən edərəm. Sonra isə lazım gələrsə üsulu dəyişərəm. Əyani vasitələrdən istifadə edərəm. Həyatla əlaqələndirərəm. Fərqli metodlardan istifadə edərəm. Lazım gələrsə mövzunu daha sadələşdirilmiş və yaxud kiçik hissələrə bölərək şagirdlərin diqqətinə çatdıraram ki, bu zaman dərs prosesinin tam aydınlaşsın onlar üçün. Yəni mövzu tam aydın başa düşsünlər. Müəllim də əsas vəzifəsi, müəllim əsas çevik olmalıdır, şagirdin ehtiyacına uyğun davranmalıdır və uyğunlaşmanı təmin etməlidir. Belə düşünürəm mən. Növbəti sual. Deyir, valideyn övladına haqsız olaraq yüksək qiymət yazılmasını tələb edir və bunu etmədiyiniz halda şikayət edəcəyini bildirir. Bu vəziyyətdə necə davranarsınız? Ümumiyyətlə, belə vəziyyətdə sakit, peşəkar şəkildə davranmaq lazımdır. Valideynin qiymətin şəxsi münasibətlərə deyil, əvvəlcədən, yəni biz meyarlar müəyyən edirik, həmin meyarlara uyğun olaraq şagirdlər qiymət alır. Bu ola bilər, yazı işləri ola bilər, digər formativ qiymətləndirmələr olar, summativ qiymətlendirmələr olar və biz bunu valideynin diqqətinə çatdırmalıyıq. Valideyn narahatlığını diqqətlə dinləyər, lakin obyektiv qərar, yəni prinsipdən kənara çıxmarıq. Burada əsas məqsəd yenə də valideynin diqqətinə qiymətləndirmə meyarlarını çatdırarıq ki, biz əvvəlcədən hər bir şagird üçün istəyir dərs prosesi olsun, istəyir summativ qiymətləndirmələr olsun, əvvəlcədən meyarlar müəyyən olunur, hər kəsin meyara uyğun olaraq dəyərləndirilməsi aparılır. Keçək növbəti suala. Deyir, şagirdiniz dərsdə daim susur
lakin yazılı tapşırıqlarda yüksək nəticə göstərir. Onun potensialını üzə çıxarmaq üçün hansı konkret addımlar atırsınız? İlk olaraq biz bunun səbəbini müəyyən etməyə çalışmalıyıq ki, ola bilsin ki, şagird utancaqdır, özünə inamı azdır, ünsiyyət qurmaqda çətinlik çəkir və bu hissələri müəyyən etdikdən sonra onu kiçik qruplarda danışmaq imkanı yaradarıq, daha sonra özünə inam formalaşdırarıq, tədricən bütün sinif qarşısında çıxış etməyə həvəsləndirərəm ki, bu zaman onun ən kiçik belə uğurlarına müsbət rəy verirəm, stimullaşdıraram. Bu zaman düşünürəm ki, bu prosesdə də şagird aktivləşəcək və nəinki yazı işlərində, hətta bütün dərslərdə aktivləşəcək. Məqsəd onu özünə inandırmaq olmalıdır, potensialını tam şəkildə üzə çıxartmaq olmalıdır. Keçək növbəti sualımıza. Deyir, sizcə yaxşı müəllimi fərqləndirən əsas xüsusiyyətlər hansıdır? Yüksək fən biliyi yoxsa güclü pedaqoji bacarıq? Fikrinizi əsaslandırın. Burada fikrimcə yaxşı müəllimi fərqləndirən əsas xüsusiyyət elə bu hər iki bacarığın vəhdətidir. Niyə? Çünki həm yüksək bilik olmalıdır, həm də yüksək pedaqoji bacarıq olmalıdır. Yəni bu hər ikisi vəhdət təşkil edir. Yüksək fən biliyi müəllimə mövzunu düzgün və əhatəli izah etməyə imkan verir. Güclü pedaqoji bacarıq isə həmin bilik şagirdin yaş və inkişaf səviyyəsinə uyğun şəkildə çatdırmağa kömək edir. Yəni müəllim yalnız bilikli deyil, eyni zamanda motivasiya edicidir, ədalətlidir, səbirli olmaq deməkdir, empatiya qurmaq deməkdir, ünsiyyət qurma bacarığı qurmaq deməkdir. Ümumiyyətlə bu yanaşmada hər ikisi vacibdir. Buna görə də hər iki bacarıq bir-birini tamamlanmalıdır və ayrılmazdır. Yəni hər bir müəllim üçün əsas xüsusiyyətlərdən biri həm fən biliyi olmalıdır, həm də güclü pedaqoji bacarığa sahib olmalıdır. Bu günlük suallarımız bu qədər. Növbəti suallarda görüşənədək sağ olun, salamat qalın.